Uşaqlar, indi isə güvən 9-cu kitabına sınaq 15-ci zaman verirəm. Başlayıram birinci sualdan. Deyir ki, diaqonalların nisbəti 3, 4 olan, deməli D1 bərabərdir 3x, D2 bərabərdir 4x, tərəfi yəni A bərabərdir 10. Bizdən kiçik diaqonal soruşur. Yəni D1-i soruşur da, bizdən bunu soruşur. Sonra bizim rombun bir düsturu var. D1-in kvadratı plus D2-in kvadratı bərabərdir 4A-nın kvadratı. Yerinə qoyuram. 4 vur 10'un kvadratı olacaq 9x'in kvadratı. X də bərabərdir 10. Deməli x bərabər, bizim də bu soruşurdu uşaqlar, düzdürmü? 3 vurulsun 10 nəyə bərabər olacaq? Cavab 30. Bizdən kiçik diaqonalı soruşurdu. Mən nə səhv yazdım burada? 425'ə böləndə, bir dəqiqə, mən səhv eləmişəm, hesablama səhv eləmişəm, üzrlə hesab eləyin. Deməli, uşaqlar 425'ə böləndə 16 eləməlidir. Çaşdım. Deməli, olacaq 16, x bərabərdir 4, üst dəfə 4, cavab 12. Cavab D variantı. İkinci sual, diaqonalların sayı, diaqonalların sayı düsturu nədir? N vur n çıx 3 bölü 2, tərəflərinin sayından 3 vahid çox olan. Biz bunu həll eləməliyik. Çarpaz vuraq. Tərəflərində bir n deyirik. Dələ. N kvadratı çıxılsın 3n bərabərdir 2n plus 6. N kvadratı çıxılsın 5n çıx 6 bərabərdir 0. Onda təmin köşləri olacaq. Deməli 6, 1, 6 mənfi 1. Əlbəttə ki, mənfi 1 ola bilməz. Deməli, n nəyə bərabər imiş? 6-ya. Cavab C variantı. Üçüncü sual. Belə tip suallarda məsləhətim alt-alta toplamaq mütləq. Gördünüz ki, təhlil sistemini ümumiyyətlə gördünüz ki, cavab almaq istəyirsiniz. Bilmirsiniz. Ya alt-alta vurun, ya alt-alta çıxın, ya alt-alta toplayın. Yəni cavab alacaqsınız. Bu olacaq, alt toplasam olacaq x plus y plus z. Baxın, bax bu tərəf. Bu tərəfi toplasam olacaq 2x plus 2y plus 2z bərabərdir 36. Bu da olacaq 3x plus 3y plus 3z 36. Hər tərəfi 3'ə bölsəm, bu da olacaq 12. Cavab B variantı. Keçirəm 4-cü suala. Deyir ki, düzbucaqlı verilib uşaqlar. Bizdən buranın sahəsini soruşur. İndi yox, düzbucağın sahəsi 36'dır. Aha. 36'dır. Bizdən soruşur bu iştiraklanmış hissənin sahəsini. Əlbəttə ki, biz burada 4 hissəyə bölünüb. Yəni 36 bölərəm 4'ə. Düzbucaqda belə bir qayda var. Onda buranın sahəsi nə olacaq? Cavab olacaq 9. Cavab C variantı. 5-ci sual. X'in kvadratı çıxılsın 6x plus 8 mənfidir deyir. Tənin köşlərini tapıram 4, 2. Onda olacaq x çıx 4, x çıx 2. İnterval çəkirəm təzili. Çəkdim, özdə alır, qaraladım. Alır. Yəni 2 ilə 4 alır, çünki altında bərabərdir işarəsi var. Müsbət, mənfi, müsbət. Bizdən mənfi soruşur. Deməli 2-dən 4'ə. Cavab A variantı. 6-cı sual. Trapesiyanın oturacaqları 4-36 santimetrdir. Diaqonalı onu 2 oxşar üçbucağa ayırır. Bu diaqonalın uzunluğunu tapın. Uşaqlar, düsturumuz var. Düsturumuz bu cürdür. X'in kvadratı bərabərdir 4 vur 36. 2 vur 6. Yəni cavab olacaq 12. 2 altına salsaq cavab 12. Y variantı. Yəni bu düsturu yada saxlayın. 7-ci sual. Bizə nə deyir? Bizə bir çıxat veribdir. Ümumiyyətlə, biz elə buradan görürük də. Yəni bu çəkməyə ehtiyac yoxdur. A nöqtəsinin koordinatları nədir uşaqlar? 1, 2. B nöqtəsinin koordinatları nədir? 4, 3. Bizdən AB vektorun koordinatları cəmi soruşur. AB vektorun koordinatları cəmi soruşursa, elə bir sağdakından soldakından çıxmalıyıq da. Olacaq 4 çıx 1, 3 çıx 2. Baxın nöqtələr. Yəni olacaq 3, 1.
Koordinat oldu 3, 1. Bizim cəmini soruşur. 3 ilə 1-in cəmini soruşur. Cavab olacaq 4C variantı. Məsələn, bizə BA desəydi, onda A-dan, yəni 1-dən 4-ü çıxardım, sonra 2-dən 3-ü çıxardım. Diqqətli olaq. 8-ci sual. Deyir ki, x plus 2 funksiyasının qiymətlər çoxluğuna daxil olan ən kiçik tam ədəd tapın. Uşaqlar, bu modudur, bu həmişə müsbətdir. Bunun ən kiçik qiyməti 0-a bərabər olan qiymət olar da. X-ini mənfi qoyanda olar. Qiymətdə çoxluğu deyirsə, bizə y-i soruşur. Y-in qiymətini soruşur. Əgər mən x-ini mənfi qoysam, olacaq 0. 0-ın da üstünə 5 olacaq 5. Deməli, y-in ən kiçik qiyməti nədir uşaqlar? 5. Cavab Y variantı. 9. Düzaqlı paralelipedin həcmi A 3-dür, B 4-dür, C 5-dir. Həcm də bərabərdir. A vur, B vur, C. Yəni 12 vur, 3 vur, 4 vur, 5. O da olacaq 60. Cavab olacaq C variantı. 10-cu sual. A və B ədədlərinin ədədi ortası 12-dir. Onda A ilə B-nin cəmi 24-dür. C ilə D-nin və Y-nin ədədi ortası 22-dir. Onda C plus D plus Y bərabərdir 66-ya. Bizdən hamısının ədəd ortasını soruşur. Yerinə qoysam qiymətləri uşaqlar, baxın, bu 24-dür, bu 66-dır. Ümumi 5 dənə ədəd var. 24-ün üstünə 66 gələndə deyəcək bizə 90. Cavab olacaq 18 C variantı. 11-ci sual. Çevre üzərində 5 nöqtə qeyd olunmuşdur. Bu nöqtələrdən neçə uzaq qurmaq olar? Biz bunu 14-cü sınaqda da var idi bu sualdan. 3 faktorial, bir də fərqi 2 faktorial. 3 faktorial vur, 4 vur, 5 böl. Getdi. 2 faktorial 1 vur 2 deməkdir. Bu da olacaq cavab 10. 12-ci sual. Təsadüfən seçilmiş 2 rəqəmli ədədin 5 rəqəmi ilə qurtarması. Şöyle 2 rəqəmli ədəd neçə nədir? 2 rəqəmli ədədlər deməli 90 dənə olmalıdır, 90 dənə. 5 rəqəmi ilə qurtarması hadisəsinin ehtimalı 15, 25, 35, 45, 55, 65, 75, 85, 95. 9 dənədir. Ehtimal da oldu 10'da 1 Y variantı. Yəni ümumi 90'da 2 rəqəmli ədəd var, 9'unda axırında 5 ilə qurtarır. Cavab oldu 10'da 1. B çıx A. Uşaqlar, ümumiyyətlə B çıx A, baxın, Elerven diaqramda bura deməkdir. Yəni bura A, bura B-dirsə, buranı göstərir. B çıx 3, 2, 9. Cavab Y variantı. Baxın, cavab Y variantı. Yəni bizə buranı göstərir. Baxın, buranı göstərə bilmirəm buradan. Yəni buranı göstərir. Baxın burada. Sonra 14-cü sual. Deyir A bərabərdir 1, 2, 3, 4. Deyir B A-nın atı, yəni B A-nın içərisindədir. Onda B A-nın içərisindədirsə, içərisində olan ədədlər olmalıdır. Bax, A variantı doğrudur. 2, 4 var. B variantı 1, 2, 4 var. Doğrudur. C variantı düzdür. Bərabər də ola bilər. Bir-birinin az çoxluqlarıdır. Amma D variantı ola bilməz. Çünki 5 yoxdur içərisində. Y variantı da doğrudur. Deməli cavab olacaq D variantı. 15-ci sual. Yəni orada 5 yoxdur axı bunun içərisində 5. 15. K-nın hansı qiyməti 9-a qalxısız bölünür? 9-a bölünmə əlaməti rəqəmlərinin cəmi. 14 üstünə gəlsə 9-a bölünür. 4 gələndə bölünər 18 olacaq. 27 olmazsa 13, amma K rəqəmdə axı 13 ola bilməz. Deməli yalnız K 4 olmalıdır. Çünki 14 üstünə 4 eləyir 18. 18 də 9-a qalxısız bölünür. 16-cı sual. Ax kvadratı plus 28x plus 49 iki ədədinin kvadratı olarsa, uşaqlar, bu deməkdir ki, bu 7'nin kvadratıdır. Burada 2 vur, 7 vur. Nə olub? Bir dənə baxaq. Necə x olub? 14, 28, 14'ü böləndə onda burada 2x olub. Yəni 2, bizim düsturumuz nədir? Oxucunuma düsturu. A kvadratı plus 2 vur, A vur, B plus B-nin kvadratı. B'miz 7 idi. Baxın, 7 idi. 2 düsturun düsturda. Bu da 2x olmalıydı. 2 olsun 28x.
Deməli, burada olmalıdır ki, x-in kvadratı, yəni 4x-in kvadratı bərabərdir ax-in kvadratına. Bu da olacaq. Çünki bu a kvadrat x kvadratıdır. X-in kvadratları 7, a kvadratı bərabərdir 4, a da bərabərdir müsbət mənfi 2. Müsbət mənfi 2. Amma deməli, bəli, müsbət mənfi 2. Yəni a2 olmalıdır da. Cavab 2. Çünki müsbət olmalıdır ki, burada düsturda uyğun gəlsin. 17-ci sual. Əslində burada müsbət 2 mənfi 2 olsa problem, amma burada müsbət verib də bizə. Bizə bura konkret bura müsbət verib. Ona görə müsbət 2 olmalıdır. 17-ci sual. 17-ci sualda bizə bir çevrə verib. Deməli, çevrədə verib bizə belə bir şuralar, baxın, buranı 8 verib, buranı 9 verib. Onda belə çıxır ki, burada 17-dir. Çünki bura radiusdursa 17-dirsə, burada 17-dir. Sonra neyirəm? Sonra bizim CD-ni soruşur. Məndən CD-ni soruşur. Mən neyniyəcəm? Deməli neyniyək? Şuralar, mən buradan bura bir çəksəm, bu da radiusda, bu da 17-dir. Onda Pifagor teoreminə görə 289-dan 64 çıxsam 225. Bura olacaq 15. Cavab olacaq 15. Bitti. Buranı tapdıq. Aydın oldu. İnşallah ki, başa düşdünüz nə demək istədim. 225-dən də 15 çıxırdı. Pifagor teoreminə görə tapdıq. 18-ci sual. A kvadratı B kubudur. B kvadratı C kubudur. Bizdən A üstü 8 bərabərdir C üstü x soruşur. Deməli, uşaqlar, gəlin neyniyək? A 8 soruşur. Gəlin bunu hər tərəfi 4-ə yüksəldək. Onda olacaq A üstü 8 bərabərdir B üstü 12. Onda mən də burada B üstü 12 almaq üçün hər tərəfi neynirəm? 6-ya vururam. Bu da olacaq B üstündə 12 bərabərdir C üstü 18. Deməli, A üstü 8 bərabərdir B üstü 12 də bərabərdir C üstü 18. Yəni, x bərabər oldu nəyə? 18-ə. 19-cu sual. Rəqəmləri müxtəlif olan ən kiçik 2 rəqəmli ədəd. Rəqəmləri müxtəlif olan ən kiçik 2 rəqəmli ədəd 10-dur. Rəqəmləri müxtəlif olan ən kiçik 3 rəqəmli ədəd 102 deyir. Bizdən cəmin soruşur, cavab olacaq 112. Sonra 20-ci sual. A bərabərdir 2 vur 10 üstündə 3. B bərabərdir n vur 10 üstündə 4. Hasilinin tərtibi 7. 8 olarsa deyir. Onda 8 olarsa gəlin biz bunu hər tərəfi 10-a vuraq, bir dəfə də 10-a bölək. Olacaq 10-da 2m vur 18. Tərtib oldu, düzdür? Bu isə 1 ilə 10-un arasında yerləşməlidir. Bizdən də m-i soruşur, düzdürmü? Hər tərəfi, bu 5-də 1 deməkdir. 5-də hər tərəfi 5-ə vuraq. 5-ə vursan, olacaq 50. Düzdürmü, uşaqlar? Axı, burada m-in özü də 1 ilə 10 arasında yerləşməlidir. Baxın, m-in özü də 1 ilə 10 arasında yerləşməlidir. Həm 1 ilə 10 arasında yerləşməlidir, həm də 5 ilə 50 arasında deməli yerləşməlidir. Bizdən m-in ən kiçik tam qiymətini soruşur. Bunların kəsişməsi bizə nə verəcək, uşaqlar? Bunların kəsişməsi, gəlin baxaq. Baxın, bir dəfə 1 alır, 10-u almır, qaralayıram. Bir dəfə də 5-i alır, amma 50-ni almır. Bunların kəsişməsi oldu 5-dən 10-a. Bizdən də m-in ən kiçik tam qiymətini soruşur, cavab olacaq 5. 20-ci sual. Uşaqlar, biz 20-yi izələdik, 21-ə keçirik. Deyir, 40% xeyirlə 42 manatı. Deməli, əvvəlki qiymətini bilmirəm, 100% idi. İndi 40% xeyirlə
42 manata satılıb məhsul. Çarpaz vursam A bərabərdir 100 vur 42 böl 140. 7-yə bölürəm 6, 20, getdi 5, bu da nədir? 30. Deməli, əvvəl 30 manata satılıb, maya dəyəri 30 manatıymış. Cavab 30, 22-ci sual. Simmetri oxu, simmetri oxudursa, kvadrat tənlikdə oca bu nədir? M-dir. M, təpə nöqtələrindən M-dir. M bərabərdir mənfi B böl 2A. Mənfi, B-miz mənfi 12-dir, 2 vur 2. Bu da nədir? 12 4-ə böləndə 3, bu da oldu müsbət 3. Deyir, OX oxunu A nöqtə kəsir, simmetri oxu OX oxunu 3 nöqtəsində kəsir. Yəni, başqa cür belə deyə bilərik, 3-0 nöqtəsində kəsir. 23-cü sual. Katetlərin nisbəti, biz bilirik ki, düzbudağı üstbucaqda 3x, 4x, bura nə olmalıdır? 5x. Deyir, xarici çəkilmiş çevrənin radiusu. Mən də bilirəm ki, xarici çəkilmiş çevrənin radiusu hipotenuzun yarısıdır. Onda 10 bərabərdir, hipotenuzda 5x olduğuna görə x də bərabərdir nəyə? 4-ə. X 4-dürsə, onda bura 12-dir, bura 16-dır, burada tapdıq nə? Deməli. Aha, burada 20. Uşaqlar, indi bizə çevrənin daxilini çəkilmiş. Çevrənin daxilini çəkilmiş, R bərabərdir, A plus B çıx C böl 2-dir. Düsturudur. 12 üstə gəlirsin, 16 çıx 20 böl 2. Bu da bərabərdir 4-ə. Cavab 4. 24-cü sual. Bu oxşarlıqdır. Deməli, baxın, bura belə bu bucağı işarəliyim, bu bucaqla bu bucaq bərabərdir. Sonra, bura beta desəm, bura gamma desəm, baxın. Bura bir alfa deyək də, bura bir alfa deyək. Bədən şəhər alfa deyirəm. Baxın, alfa, gamma, beta. Alfa, gamma, onda bura nə olacaq? Bir beta. İndi gəlin, baxaq. Deməli, olacaq betanın baxan üzü 4-ün, baxın. Betanın baxan üzü, bilmirəm də, bura bir x deyək. Bura bir x deyirəm. X-ə. Sonra alfanın baxan üzü, baxın. X-in. Alfanın baxan üzü 9-a. Nisbəti qammanın baxan üzü, kiçik subdaqdan başlayıram, 6-nı. Qammanın baxan üzü bura bir y deyək, y nisbəti. Uşaqlar, indi nə edirəm? Birinci buranı mən həll etsəm, x-in kvadratı bərabərdir 36, x bərabərdir 6-ya. X 6-dırsa, onda 6 böl 9 bərabərdir 6 böl y. Onda y nəyə bərabərdir? 9-a. Bizdən də A, B, D-ni. Bizdən elə bir dənə x tapsaq bəs imiş. Uşaqlar, bizdən buranı soruşurmuş. Baxın. Bizdən buranı soruşurdu perimetrin. 4, 6, x tapmışam 6. 6 plus 6 plus 4. Cavab elədi 16. 25-ci sual. 200 şagirdin adının yazıldığı siyahıda 220 şagirdin 50% qızdır. Deməli 60-ı qızdır. Bütün şagirdlərin 40% qızdır. Onda 200 nəfərin 40% qızdır. 80 nəfər qız var. Son 80 şagirdin neçəsi qızdır? Uşaqlar, 80 şagirddən 80-60 çıxan neçəyə gəlir? 20 nəfəri. 20 nəfəri qız olub. 25%. Cavab 25. Çünki 220-də 60 qız sonra 280 qız varsa, deməli son 80-də 20 qız olub. 80 nəfərin 20-si qızdırsa 25% qızdır. Çox sağ olun baxdığınız üçün. İnşallah ki, başa düşərsiniz.